Mərhum Ayətullah Bəhayəddin İmam Baqir əleyhissalamdan hədis nəql edir ki, kim 100 dəfə Subhanallahi vəlhamdülillahi və la ilahə illallah vəllahu əkbər zikrini deyərsə, onun adı siddiqələrin dəftərinə yazılar və siddiq insana verilən savabı alar. Bu zikrin hər bir hərfi Sırat körpüsündə nur olar. O cənnətdə Həzrət Xızır ilə dost olar. Aşkar halda əllərini göyə qaldırıb belə desə, İnni əməntu bi rabbikum fəsmaun və sallallahu alə Muhammedin və ali Muhammed. Mən həqiqətən sizin Rəbbinizə iman gətirdim, məni eşidin. Allahın salamı Məhəmmədə və onun ailəsinə olsun. Bu zikri dediyinə görə qeybdən bir mələk yaradılar ki, sənin üçün Allaha ibadət və zikr edər.